Koç, simpatik bir davranış yeni yoldaşlar və əməkdaşlıq qazandıra bilər. Ancaq insanların kaprizlərinə qarşı həssas olmamağa diqqət göstərin. Artıq əlaqələrdə ehtiras axtararkən bundan zövq alın. Amma hər cür ortaqlarla və sevgilinizlə münasibətlərdə realist olun. Buğa, əgər siz realistsinizsə, hədəflərinizə çatmaq üçün çox şey edə bilərsiniz. Yüksək bir məqsəd üçün öz egonuzu yıxmalısınız. Konkret maddi nəticələr gözləməyin. Əgər siz fədakarsınızsa, nəticədə daha çox xoşbəxt olacaqsınız. Əkizlər, artıq kainatdakı öz ümumi yerinizi anlamaq üçün uzun bir yol qət etməniz gərək ola bilər. Prioritet verdiyiniz maddi zövqlərin sizə inanılmaz faydalar gətirəcəyini görməyə çalışın. Eyni zamanda, əgər realistsinizsə, hədəflərinizin bütün tərəflər üçün daha çox yaxşı təsiri olacaqdır. Xərçəng, ideallarınızı həqiqi və möhkəm bir təmələ oturtmağa çalışın. Hər kəsin faydasına olacaq hədəflərə doğru irəliləyin. Yaxşı niyyətlərinizi həqiqi təməllərə oturdun. İnsanlara kömək etmək üçün praktik bir yol meydana gətirin. Öz mənfəətlərinizi düşünmədən başqalarına kömək etmənizin faydaları dəfələrcə artaraq sizə geri dönəcəkdir. Şir, dünyanı daha açıq bir şəkildə anlayaraq kainatdakı yerinizi təyin edin. Əgər digərlərinə qarşı simpatiksinizsə, onlara köməkçi olmaq üçün və nəticədə özünüzə köməkçi olmaq üçün qabiliyyətiniz artar. İnsanlara daha çox bağlı olduğunuzu hiss edirsinizsə, özünüz olmaq üçün azadsınız. Qız, bu dövr egodan asılı, amma məhdudlaşdırıcı faktorlar ehtiva edən həyatınızı dəyişdirmək üçün yaxşı bir fürsət təqdim edir. Ehtiyacınız olmayan, amma romantikliklə sarıldığınız şeyləri görmək üçün özünüzü araşdırın. Sadəcə daha yaxşı yaşaya bildiyiniz müddətcə daha faydalı insan olmanız asan olacaq. Tərəzi, bu təsir insanların digərlərinə olan maraq və əlaqələrini canlandırır. Cəmiyyət ümumiyyətlə daha az şanslı insanlara qarşı daha simpatik bir tutum tələb edir. Fərqli olaraq, bu təsir sizə ehtiyacı olanlara kömək etmək üçün ilham qaynağı ola bilər. Əqrəb, artıq daha anlayışlı olduğunuza görə önə keçmək üçün bu xüsusiyyətinizdən istifadə edə bilərsiniz. Ancaq şuurlu olaraq bu üsulu istifadə etmənin zərərli olduğunu anlayın. Başqalarına yalnız kömək etmək xoşbəxtliyini yaşamaq üçün kömək edin. Faydaları sizə dəfələrlə artaraq geri dönəcəkdir. Oxatan, əlaqələr yolu ilə kim olduğunuzu öyrənin. Terapist duyğularınıza maneə törədən əngəlləri qaldırmaqda sizə kömək edə bilər. İnsanlar onları sizə qarşı istifadə etmədən əvvəl gizli daxili hisslərinizi idarə etməyi öyrənməlisiniz. Əgər sərhədlərinizi bilirsinizsə, gücdən faydalı bir şəkildə istifadə edə bilərsiniz. Oğlaq, motivasiyanız yüksək və müsbət dəyişikliklər etməyə hazırdır. Yalnız qəzalı olan şeyləri dəyişdirin. Yığdığınız yeni bir güc anlayışı sizə zövqlü bir şey etmək üçün icazə vermir. Etdiyiniz işlər daha yüksək bir məqsədə xidmət etməlidir. Dolça, siz sıx romantik dəyişməyə tabe olacaqsınız. Duyğularınızı günün şərtlərinə uyğunlaşdırın. Psixoloji infrastrukturunuzu dəyişməkdən qorxa bilərsiniz. Amma bu cür bir dəyişmə faydalıdır. Ananız, sevgiliniz və ya ev ilə əlaqədar dəyişikliklərə hazır olun. Balıqlar, düşüncələriniz indi fokuslanmış və sıxdır. Siz bir çox məlumatı yığa bilər ya da başqalarını görüşləriniz istiqamətində razı sala bilərsiniz. Səthillikdən qaçırsınız. Başqalarının tənqidlərinə baxaraq fikirlərinizi incə ələyib sıx toxuyun. Narsiz narahatlıqlardan qaçının.